Salam kriptoqraf izləyiciləri, bu videoda sizə Binance Alpha haqqında danışacağam. Baxaq görək Binance Alpha necə işləyir, biz burada necə maksimal gəlir əldə edə bilərik, həmçinin Binance Alpha istifadə qaydalarına baxacağıq, həmçinin referral linkdən qeydiyyat keçənlərə $15 bonus kampaniyası davam edir. Kanala abunə olun, like və komment yazmağı unutmayın. Hə dostlar, bildiyimiz kimi artıq son zamanlar airdropların bir çoxu Binance Alpha-da çıxır və məhz Binance Alpha pointin varsa sənə müəyyən qədər airdrop verir. Düzdür, ilk başda bu çox profitli bir belə deyək, imkanlar yaradan coinlər idi, amma indi hal-hazırda demək olar ki, çox insan məhz Binance Alpha-dan istifadə edir və Binance Alpha-da pointlər yığır ki, airdroplarda iştirak eləsin. Amma bundan da əlavə, siz hələ Binance birjasına çıxmamış, amma potensialı ola bilən və bəlkə də gələcəkdə çıxa bilən coinləri Alpha-da ala bilərsiniz. Coin və yaxud tokenləri Alpha-da ala bilərsiniz. Bunun üçün sizin Binance hesabınız olmalıdır. Hansılar ki, altdakı linkdən keçərək qeydiyyat keçib qoşula bilərsiniz, özünüzə Binance hesab yarada bilərsiniz. Həmçinin xatırlatdığım kimi də $15 bonus kampaniyası hələ ki bizdə davam edir. Və ondan sonra da hesabınızı açdıqdan sonra Binance balansınıza bir miqdar balans doldurduqdan sonra, yəni əsasən USDT-nin olmağı lazımdır. USDT daxili belə deyək də stable coin-dir, hansılar ki birjalarda əməliyyatlar eləyə bilirsən. İndi isə keçək wallet bölümünə və wallet bölümündə baxaq görək nəyimiz var, nəyimiz yox. Biz hala ki wallet-ə hansısa bir balans qoymamışıq, görürsünüz sıfırdır. Amma Binance birjasında olan balansımızı burada istifadə edə bilirik və bu təzəliklə qoyulmuş bir qanundur. Gəlin də ilk növbədə baxaq görək pointlər əldə etmək üçün biz nələr etməliyik. Bunun üçün alfa bölümünə giririk. Alfa bölümünə girəndə bizə görürsünüz göstərir ki, hal-hazırda 17 pointim var mənim və UID nömrəmi göstərir. Və pointlər əldə etmək üçün hansı bu qanunlara uymaq lazımdır. Burada görürsünüz rule of balance point. Balansa görə verilən pointlər necə verilir? Demək dostlar, balansın əgər sənin 100 USDT-dən 1000 USDT-yətsə, hər gün 1 point əldə edəcəksən. Yox, $1000 üzəridirsə balansın, hər gün 2 point əldə edəcəksən. Hal-hazırda bir çox airdropların point tələbləri yüksək olduğuna görə sadəcə balans tutmaq sərf etmir və yaxud yetərincə bəs etmir. Gördüyünüz kimi ardı da görür ki $10.000-dan $100.000-a 3 point və $100.000-dan yuxarı spot balansı olan, yəni Binance-da, istər Alpha balansda, istər Web300-dan da, istər spotda olan balanslardan gedir. Söhbət görürsünüz, buradan yazılır. Həmçinin tək dollar yox, yəni əgər balansınızda Bitcoin varsa, həmçində sayılır. Və volume pointləri var ki, hansı ki bu bizə daha maraqlıdır. Volume pointini qazanmaq üçün biz Alpha tokenlərlə trade eləməliyik. Məsələn, tutaq ki, mən $8 hansısa bir alfa aldımsa, alış elədimsə, alfa tokenlərin hansısa alfa aldımsa, bu 3 pointdir. Və yaxud $64 və yaxud $64-dan $128 kimi burada siyahıda hər birini görürsünüz. Maksimal 512-dir və ən son soy yazır, yəni davamı da var. Yəni bizdə hal-hazırda burada gördüyümüz 512 USDT-dir. Nə bilirsinizsə dəqiq yazın. Videonun altındakı 1000, 1000, 2000, 3000, 4000 USDT-li alanda verirmi point və daha çox point verirmi yoxsa yox bunu yazın. Yəqin ki 512 və 512 eləsək belə deyək də 1024 eləyir və 1024-ə görə 18 point verir, yoxsa daha çox verir bunu yazın. Daily points breakdown var burada, yəni günlük pointlərin paylanması. Görürsünüz mənim pointim gəlir, səbəb göstərir ki balansın 133 USDT olub və 1 point verib. Volume eləmədiyimə görə point yoxdur, görürsünüz. Volume üzrə point yoxdur. Hal-hazırda mən bu proqramı hələ ki təzə başlamışam və elə də çox işlətməmişəm. Və hal-hazırda gözləyirəm ki, normal bir coin gəlsin ki və onun trading eləyim. Burada təkcə siz alpha point yığıb airdropdan qazanmaq yox, həmçinin də aldığınız tokenin, yəni Binance-dan kənar tokenin qiymətinin qalxmağından da qazanc əldə edə bilərsiniz. Burada earn bölümü var. Girəndə biz burada əsasən farminglər görürük. Görürsünüz, Solana üzrə farming 18.57 USDT girir. Görək nə üzrə. Burada Fragmetric hansısa protokol var. Protokolda 18.57 API var. Düzdür, protokollar həmişə etibarlı olmur, amma etibarlılar da var. USDC üzrə həmçinin görürük ki, Ye Finance, Syrup, Scallop, Camino və Field, məsəl üçün EF mənim ən çox sevdiyim protokollardan biri. Hansıdan ki tam olaraq etibar edirəm və burada məsəl üçün 3.77 API var USDC üzrə. Bu illikdir. Yəni sən $1000 indi EF-də belə deyək də bir növ supply eləsən,
illik 3.77%. Bu da 37 dollar 70 sent eləyir. Yəni il ərzində qazancın o qədər olacaq. Yəni daha kimsə fikirləşməsin ki, bu aylıqdır. Və digər APR-lər də burada var, hansılar ki göstərir ki, nə qazana bilərsiniz. Burada imkanlar düzdür. Daha öncə daha yaxşı imkanlar var idi, amma yenə də indi də düşünürəm ki, bəlkə də imkanlar ola bilər. Və burada əsasən nədir? Watch listdə biz izlədiyimiz coinlərdə əsasən BSC, o demək ki, Binance Smart Chain-də olan tokenlər. Mən əsasən Binance Smart Chain üzərində olan alfa tokenləri üstün tuturam. Çünki həm Binance Smart Chain-də fiylər azdır, komissiyalar azdır. Ona görə də burada trade eləmək daha sərf eləyir. Həmçinin də məsəl üçün siz həcm belə deyək də kasmaq istəyirsinizsə, həcm eləmək istəyirsinizsə, çalışın ki, həcmli tokenlər seçin ki, alış-satış eləyəndə çox itkiyə yol verməyəsiniz. Məsələn, baxın burada 4.11 milyon B, yəni bu yəqin ki milyarddır ya nəsə, milyon budur, milyarddır. Gördüyünüz kimi nəyi var? Volümü var. Var market kapı 10 milyon. Biraz ola bilsin ki, çox kasıblar burada gördüyünüz kimi. Market kapı biraz çox olan bir şey tapaq, coin tapaq. Burada görürsünüz 626 milyon var. Həmçinin market kapı pis deyil. Düşünürəm ki, belə bir şey alıb satmaqla biz belə deyək də az itki ilə nəsə kasa bilərik. Gördüyünüz kimi burada qlobal 4 saatlıqda çox acımasızcasına bir düşüş var. Bəli, belə tokenlər çox heyf ki var. Yəni bunlar normal bir halda DEX-də düşməkləri gördüyünüz kimi hardasa yəni küllü miqdarda düşür. Ona görə də birjaya çıxmamış coinlərlə çox ehtiyatlı olması. Burada yeri gəlmişkən Zay coinlər də ola bilər, Zay tokenlər də ola bilər. Ona görə də qrupumuza qoşulub mütləq şəkildə nəyisə alıb satmamışdan qabaq və orada həcm etməmişdən qabaq məsləhət məşvərət eləyək. B2 tokeni həmçinin qiyməti düşüb, amma məncə burada müəyyən bir həcm etmək olar. Swap düyməsini vururuq uşaqlar. Və burada baxırıq. Biz burada görürsünüz, belə bir bunu qoşmaqla exchange, yəni birbaşa Binance-da olan balansımızdan istifadə eləyib nəsə ala bilərik. İndi gəlin mən məsəl üçün 5 dollarlıq nəsə almağa cəhd eləyim və baxıram 13.52 B2 tokeni düşür və 4.94. Burada artıq 50 yox, 5 sent itirəm. Gəl swap eləyək. PancakeSwap-dan istifadə olunacaq. Gördüyünüz kimi göstərir ki, trading fee free-dir. Qiymətdə siz dəyişdiyinə görə refresh eləyirik, confirm eləyirik. Və biz burada swap network fee də 3 sent. Və beləliklə biz swap elədik və geri swap eləmək üçün sadəcə baxın burada vura bilərik bunu yerlərini dəyişmək üçün ya da səhv etməmsə seçməliyik. Yəqin ki, gözləyək görə swap baş versin. Yəqin ki, baş verib, ümid edirəm. Və İndi isə baxaq, balansımız hələ ki göstərmir. Bizim balansımız 0 göstərir, demək ki, swap baş verməyib. Xatırladıram ki, bəzən, daha doğrusu baş verib üzrəm. Bəzən swap baş verməyə bilər. Hansısa ani qiymət dəyişmələri zamanı baş verməyə bilər. İndi isə Binance Smart Chain-də yəni də seçək USDT-ni və maksimal şəkildə satış eləyək. Görürsünüz, 4.96 sent qaytarırıq balansımıza bu satışı eləyəndə biz. Bu isə o deməkdir ki, biz burada 4 sent itirdik, amma müəyyən qədər bir növ desək itkisi verdik. Point qazandıq və 4 sent itki verdik. Burada görürsünüz, balansımızda mütləq şəkildə BNB olmalıdır. Bəli, məlum məsələdir. Çünki Binance Smart Chain-də baş verdiyinə görə bu hadisələr balansımızda mütləq şəkildə BNB olmalıdır. Balansımızda BNB-ni mən USD-dən də ala bilərəm. Düşünürəm ki, burada sadəcə BNB seçirəm və gəlin 1 dollarlıq balansımızda BNB qoyaq. Çox gec xərclənir. Çünki Binance Smart Chain fiyləri azalıb. 1 dollar qoyuruq bura və görürük, bunu qoşuruq ki, exchange-dən götürsün balansı. Çünki bizim cüzdanda dollar USDT yoxdur. Minimal amount 5, okey, 5 dollardır. Ən minimal 5 dollardır. Bunu da yadınızda saxlayın. Mən fikir vermədim. Belə bilirdim 5 dollardır, amma açığı fikir vermədim. 5 dolları alaq, problem yoxdur. Zaten BNB-miz heç yerə itən deyil. Həmişə bizim balansımızda olacaq. Mütləq şəkildə use exchange balansı qoşuruq. Swap düyməsini vururuq və confirm vururuq. Artıq swap getdi və balansımızda BNB də olacaq. BNB olandan sonra balansımızda biz təbii ki, həmin o aldığımız B tokenlərdir. Nədir? Onları sata bilərik. Swap eləyirik. Saxlaya da bilərik, düzdür. Hold eləyə bilərik. Bəlkə qalxar deyə. Zaten bilirik ki, bazarda bütün coinlər aşağı yuxarı gedir. Amma görürsünüz 4.97-dir. Bəlkə bir müddət gözlərdən sonra qalxar qiyməti. Mən elə ki, satış eləməyəcəm. Qoy qalsın. Bəlkə qalxar qiyməti biraz daha yüksəkdən satarıq. Və beləliklə biz bir növ əməliyyat etməklə, yəni swap etməklə müəyyən qədər point kasmış oluruq. Çox güman ki, pointlər günün axırında gələr bizə, yoxsa gəldi artıq, yoxsa gəlmədi tam olaraq
Əvvəlki pointlə müqayisə edə biləcəksiniz zaten. Səhv etmirəmsə günün axırı gəlir bizə pointlər. Yəni bütün pointlər günün axırı hesablanır. Və ümid edirəm ki, pointlər balansımıza gələcək. Yox, gələcək 100% olmaqla. Və biz airdroplara burada qatıla bilirik. Bu airdropların mən siyahısını indi ekranda sizə çalışacağım ki, görünəsiniz. Həmçinin baxın, burada digər məsələlər var. Trenddə olan shitcoinlər, yeni shitcoinlər, belə shitcoinlərə ümumiyyətlə girməyə məsləhət görməzdim. Ən azından heç olmasa baxın ki, baxın belə bir ikonkası olsun ən azı. Çünki burada yəni də deyirəm, skamerlər var, hansılar ki, öz shitcoinlərini bura salırlar və cəmaata aldırırlar. Ona görə də ehtiyatlı olun. Burada gördüyünüz kimi Solana blockchaini seçəndə də Trump çıxır. Bildiyiniz kimi bu Trump shitcoin də var burada, Trump'ın. Yəni belə baxa bilirik. Ən qabaq gedənlər Trump'ın shitcoinidir və digər shitcoinlər də təbii ki var burada. Amma bütün hallarda ehtiyatlı olmalısınız. Bütün hallarda mənim kanalım yatırım məsləhəti sizə vermir və bu belə deyək də Binance Alpha ilə elədiyiniz bir çox əməliyyatlar artıq sizin öz şəxsi riskinizə olan bir şeydir və siz burada qazandığınız kimi itirə də bilərsiniz. Var burada Binance Smart Chain, Solana, Ethereum var. Ethereum ağında fiylər çoxdur. Yəni burada heç məsləhət görməz. Hərəkət eləmək, hepsini qazana bilməyəcəksiniz normal. Ən çox fiydə itirəcəksiniz. Və Base blockchaini var. Base blockchainində də düzdür, fiylər aşağıdır. Fiylər çox aşağıdır. Burada nəsə almaq olar, satmaq olar. Amma yenə də Base blockchaini də mənə görə biraz çox belə scam tokenlər olan blockchaindir. Binance Smart Chain'də hələ ki ən azından biraz belə deyək də market capına falan fikir verir və qabağında bax bu sarı alfa işarəsi olan tokenlərdən trade eləyib günlük həcm kasa bilərsiniz. Xatırladıram ki 15 gündən bir yəni balans, bax bu gün qazandığım alfa pointin müddəti 15 gündür. 15 gündən sonra isə bu gün qazandığım point silinəcək. Yəni belə deyək, hər 15-ci gün 15 gün əvvəlki pointlər silinir. Ümid edirəm ki, belə başa düşə bildiniz nə demək istəyirəm. Həmçinin burada Discovery bölümündə biz görə bilərik. Daha öncə ekskluziv airdroplar falan bir məkan bu məlumatlara baxa bilərik. Burada görürsünüz hansısa airdrop imkanları var və təbii ki, bunları tam olaraq başa düşmək lazımdır. Amma yenə də deyirəm, buradan qlobal bir qazanc gözləmək məncə düzgün olmaz. Amma xırda təbii ki, işləmək olar. Amma yenə də bir də şans odur ki, normal bir proyekt çıxa bilər və normal bir drop verə bilər. Həqiqətən də alfa point qarşılığında babat drop verə bilər. Yəni o halda bizim nəzərimizdə qalmalıdır ki, pointlərimizi saxlayaq. Mən normalda düşünürəm ki 200 ya da 250 üzəri point saxlayayım. Təxmini 250 pointə yaxın point saxlayayım burada. Biz az öncə deməli 5 dollarlıq nəsə aldıq. Bu point üzrə hardasa bizə 2 pointə yaxın verməlidir. Və sözümün canı nədir? Burada 200-250 point saxlasaz pis olmaz. Çünki airdroplar son zamanlar 200 drop və yuxarı tələb eləyir. Burada görürsünüz, baxın, məndə 247 point olmadığını görə mən Carve'dan heç nə əldə eləməmişəm. Görürsünüz. Claim post 15, claim qiyməti 15 pointdir. Yəni siz burada nəsə əldə eləsəydiniz və götürsəydiniz, təbii ki 15 point balansında silinəcəkdir. Amma hal-hazırda görürsünüz, burada göstərir ki 6 saatdan sonra bitir, yəqin ki sonra bu başlayır və burada da 198 pointdir ən aşağısı və göstərir 247 point olmalıdır. Bundan qabaqki droplarda da həmçinin baxa bilərsiniz. Brick məsələn görürsünüz 900 brick verir, 2251 point var. Ona görə də uşaqlar, belə deyək də minimal pointi artırmaq lazımdır. Yəni burada 240 point isə, daha öncələrdə 250 point isə mən düşünürəm ki, növbəti droplarda nəsə əldə etmək üçün də 300 point yığmaq lazım olacaq. Ona görə nəzərə alın. 250 Carve verilirdi. Kimlərin ki 247 pointi var. Carve'ın qiyməti görə hələ ki çıxıb yoxsa yox. Mən bilən hələ ki satışda olmayacaq. Ki biz onun qiymətinə baxaq və sərf eləyirmi? Bəli, qiyməti çıxandan sonra biləcəksiniz. Bu sərf eləyir bir şey yoxsa yox. Zaten verilən miqdar bilinir. Bilinir ki nə qədər airdrop veriləcək və ona uyğun olaraq başa düşə bilərsiniz ki bu sizə sərf eləyir yoxsa yox. Və dropdan siz nəsə əldə edə bilirsiniz, yoxsa yox. Həqiqətən də qazanc əldə edə bilirsiniz, yoxsa yox. Bunu özünüz artıq belə deyək də bir növ başa düşəcəksiniz. Ona görə də mütləq şəkildə izləyin ki, biləsiniz hansı airdrop, hansı kriteriyalar verdi, hansı tələblər qoydu və o tələblərə uyğun olaraq da alfa pointlər kasa bilərsiniz. Amma mən məsləhət eləyərdim ki, heç olmasa əgər droplarda iştirak edirsinizsə, heç olmasa 300 point yığın və dropda iştirak eləyin və vəziyyətə baxın. Vəziyyət yaxşı olsa, bəli, iştirak eləyə bilərsiniz növbəti droplarda. Bu qədər uşaqlar, qaranlıq qalan məqamlar olsa mütləq şəkildə kommentdə yazın ya da Telegram qrupa qoşulun, Telegram qrupda yazın. Videonu like eləməyi və komment yazmağı, həmçinin paylaşmağı da unutmayın.
Özünüzə yaxşı baxın. Hələlik sağ olun.